sənin ən vacib sərmayəndir deyəcəkdim. Salam, mən Novruzlu Nərmin. Hazırda Lənkəran Dövlət Universitetində təhsil alıram və 3-cü kurs tələbəsiyəm. Bu videoda sizinlə tələbəlik illərində əldə etdiyim təcrübələri və öyrəndiyim faydalı məsləhətləri bölüşəcəyəm. Bu videoda əgər abituriyentsinizsə və universitetə hazırlaşırsınızsa, bu video tam da sizin üçündür. Videonu izləyən bir nəfərə hədiyyə olunacaq. Şərtlər isə videonun sonunda qeyd olunacaq. Hazırsınızsa başlayaq. Bugünkü mövzumuz tələbə olanda etməməli olduğumuz səhvlər haqqında olacaq. İlk olaraq təcrübə və əlavə bacarıqlar qazanmamaq. Düşünürəm ki, universitet təhsili yalnız diplom almaqdan ibarət deyil. Yalnız dərslərlə kifayətlənmək, əlavə bacarıqlar qazanmamağın bir çox mənfi tərəfi var. Bu bizim həm gələcəkdə iş tapmağımızda çətinlik yaradacaq, həm də ki, şəxsi inkişafımızı ləngidəcək. Düşünürəm ki, bunu artıq biz müasir dövrdə yaşayırıq və nəzəri bilik yox, praktiki təcrübə və real bacarıqlar əsas götürülür, bizdən tələb olunur. Çünki biz artıq müsabiqəyə çağırıldığımızda diplom sadəcə tələb olunmayacaq. Sən nələri bacarırsan, nələr etmirsən kimi suallar veriləcək. Təbii ki, bunun üçün də biz öz şəxsi inkişafımızı təmin etməliyik. Bunun üçün nə edə bilərik? Könüllü fəaliyyətlərinə qoşula bilərsiniz deyə düşünürəm. Həmçinin dil bilikləri, kompüter proqramlarına istifadə etmə bacarıqlarını formalaşdıran kurslara yönəldə bilərsiniz özünüzü, sertifikat kurslarına yönəldə bilərsiniz deyə düşünürəm. Özümdən danışım ilk olaraq. Mən dil biliyimi formalaşdırmaq üçün Stimul Tədris Mərkəzində ingilis dili kursunu bitirmişəm və diplomu hal-hazırda almışam. Bununla yanaşı həm ixtisasımla bağlı, həm də müasir dövrün tələblərinə uyğun olaraq kompüter proqramlarından istifadə etmək üçün daim öz biliyimi formalaşdırmağa çalışıram. Bunun üçün araşdırmalar edirəm. Unutmayın, bacarıqlar olmadan yalnız diplomla fərqlənmək mümkün deyil. İkinci olaraq isə hədəfsiz olmaqdır. Bu dövrdə hədəfsiz yaşamaq, nə etdiyini, haraya getdiyini bilmədən vaxt keçirmək artıq bizim gələcəyimizdə əngəllər yaradacağını düşünürəm. Çünki hədəfsiz olmaq zamanın səmərəsiz keçməsinə səbəb olur və insanı hədəfsiz olmaq motivasiyasına salır və qərarsız hala salır insanı. Bununla yanaşı gələcək planlar qurulmadıqda artıq biz universiteti bitirdiyimiz zaman indi nə edim sualı ilə qarşılaşırıq. Bu suala qarşılaşmaq qaçınılmaz olar deyə düşünürəm. Bunun üçün nə edə bilər tələbələr? İlk öncə özlərini tanıya bilərlər. Nələri sevirlər, nələrdə yaxşıdırlar deyə özlərinə sual verib bu sualın cavabını axtarsınlar deyə düşünürəm. Bununla yanaşı uzun müddətli, qısa müddətli planlar qura bilərlər. Məsələn, mən hər semestrin başında bu semestr hansı bilikləri qazanmaq istəyirəm kimi qarşıma bir məqsəd qoyuram və o tərəfə yönəlirəm. Həmçinin müəllimlərdən də məsləhətlər ala bilərsiniz deyə düşünürəm. Unutmayın uşaqlar, hədəfsiz gəlmək heç vaxt doğru limana çatmır. Tələbəlik illərinizi yönsüz deyil də, məqsədli şəkildə yaşayın ki, gələcəyinizi inamla qura biləsiniz. Həddindən artıq sosiallaşmaq və əksinə təcrid olunmaq. Bunda məncə düşünürəm ki, hər ikisində mənfi tərəfləri var. Elə ki, həddindən artıq sosiallaşanda gündəlik dərslərimiz, tapşırıqlarımıza vaxt qalmır kifayət qədər və bu insanı daimi yorğunluğuna səbəb olur ki, həm zehni, həm də psixoloji cəhətdən yorğunluq yaradır bizdə. Bununla yanaşı davamlı görüşlər və tədbirlər dərslərimizi ikinci plana atmağımıza səbəb ola bilər. Tam təcrid olunmaq da məncə yaxşıdır. Çünki insan sosial bir varlıqdır. Ünsiyyətdən uzaq qaldıqda insanın motivasiyası aşağı düşür. Həmçinin də tam təcrid olunduğumuzda ünsiyyətdən biz tədbirlər, layihələr və komanda işləri kimi fürsətlərdən xəbərdar ola bilmirik. Həmçinin tam təcrid olunduğumuzda biz ünsiyyətdən artıq bizdə komanda işləri ilə İşləmə təcrübəsi, ünsiyyət bacarıqları artıq az olur. Bunun üçün nə edə bilərik? Balanslı həyat tərzi qura bilərik deyə düşünürəm. Dərslərlə sosial fəaliyyətlər arasında tarazlıq yarada bilərik. Unutmayın şagirdlər, dəyərlərinizə uyğun, sizi inkişaf etdirən və sizi dəstəkləyən dostlar da çox önəmlidir burada. Digər mövzumuz zamanı düzgün idarə etməməkdir. Zaman bizə verilən ən dəyərli sərvətlərdən biridir. Bizim ən dəyərli resursumuzdur. Təəssüf ki, bir çox tələbə bu dəyəri imtahanlar sıxlaşanda, dərsləri çoxalanda anlayırlar. Halbuki biz vaxtında, planlı formada zamanımızı düzgün idarə edə bilsək, onda burada yüksək nəticələr əldə edə bilərik deyə düşünürəm. Çünki tapşırıqları, layihələri son dəqiqəyə saxladığımız zaman biz artıq burada yüksək iş keyfiyyəti əldə edə bilmərik. Plan qurulmadıqda birdən-birə iş yükü tələbəni stresə salır deyə düşünürəm. Çünki artıq həmin anda yüksək nəticə əldə edə bilməyəcək tələbə bir stres altında olduğu zaman. Bununla yanaşı həm tələbələr, həm də bütün şagirdlərimiz sosial media, oyunlar və digər mənasız məşğuliyyətlərlə zamanını keçirirlər.
Bu da ki bizim yüksək nəticə əldə etməyimizə mane olacaq deyə düşünürəm. Tələbəlik illərində imtahanlara hazırlaşdığımda təbii ki, əvvəllər planlar qurmurdum və sırf sadəcə dərs oxumaqla vaxtımı keçirirdim. Amma bu da insanı yorucu hala gətirir. Təbii ki, insanlar özünə də vaxt ayırmalıdır. Həm hobiləri ilə maraqlanmalıdır, həm istirahət etməlidir. Bununla yanaşı dərslərini yerinə yetirməlidir deyə düşünürəm. Mən Pomodoro texnikasını son semestrlərdə araşdırıb tapmışam. Bu texnikaya əsasən, məsələn, mən bir sualı 25 dəqiqə oxuyuram, özümə 5 dəqiqə fasilə verirəm, yenidən 25 dəqiqə oxuyuram. Bu 4 dəfə təkrarlandıqdan sonra təbii ki, fasilələrimi artıra bilirəm. 10 dəqiqə, 15 dəqiqə özümə istirahət verirəm. Dərs vaxtlarında çalışıram ki, sosial mediadan, oyunlardan və digər məşğuliyyətlərdən özümü kənara çəkim. Çünki bu sosial mediaya girdiyimiz zaman artıq bizim vaxtımızın çoxu ora gedir və artıq bizim dərsimizə kifayət qədər vaxt qalmır. Unutma, zaman sənə verilmiş sərvətdir. Onu necə istifadə edəcəyin, gələcəyini müəyyən edəcəyim. Planlı tələbə həm uğurlu olur, həm də ki, daha rahat olur. Digəri, təkcə yadda saxlamağa çalışmaqdır. Təhsil prosesində ən çox rast gəlinən səhvlərdən biri də əzbərləməyə, yadda saxlamağa yönəlməkdir. Və tələbələr bəzən dərsləri sadəcə sözbəsöz əzbərləyib keçmək istəyirlər ki, halbuki bu yanaşma qısa müddətdə yüksək bir nəticə verəcək. Çünki dərin bilik qazandırmır bizə. Həm də əzbərlənən məlumatlar daha tez bir zamanda unudulur. Yaddaşla deyil də, anlayışla öyrənilən biliklər həyatda tətbiq oluna bilir və dərsə həmçinin də maraq azalır. Çünki əzbərləmə dərsi daha sıxıcı, yorucu hala gətirir. Bununla yanaşı, mən burada nə edirəm, özümdən danışım. Çalışıram, mən də tələbəlik illərimin 1-ci semestrində sualları sözbəsöz əzbərləyib öyrənməyə çalışırdım. Amma bu artıq mənə görə səhv bir metod olduğunu düşündüm. Və buna görə də daim öyrəndikcə dostlarımla da həmin mövzular haqqında fikir mübadiləsi aparıram. Həm o qarşımdakı şəxs yeni biliklər əldə edir, həm də mən də yeni biliklər əldə edirəm və daha dərin biliklər öyrənirəm deyə düşünürəm. Həmçinin öyrənmə zamanı mən konspekt hazırlayıram. Xüsusən də imtahan vaxtlarında suallarımı qarşıma qoyuram. Hər birini yazıram, hər birinə aid müxtəlif yerlərdən məlumatlar toplayıram. Yəni bir materialla kifayətlənmirəm. Müxtəlif kitablardan, internetdən müxtəlif məlumatlar əldə edirəm. Digər mövzu isə maliyyənin düzgün idarə etməməkdir. Tələbəlik dövründə məhdud imkanlar ola bilər və bu səbəbdən də pulu düzgün idarə etmək vacib məsələlərdən biridir. Çünki bəzi tələbələr maaşla, bəziləri təqaüd, bəziləri isə ailələrindən aldığı pulu düzgün idarə edə bilmədiklərdə artıq ayın ortasında burada maddi sıxıntı ilə üzləşirlər ki, bu həm psixoloji cəhətdən insanı narahat edir, həm də ki, təhsilə mənfi təsir göstərir. Bunun üçün nə edə bilərik? Büdcə planı qura bilərik deyə düşünürəm. Əsas və ikinci dərəcəli büdcələrimizi müəyyən edə bilərik ki, əsas olaraq yemək, dərsliklər və s. əsas ola bilər, amma gündəlik dostlarımızla gəzmələrimiz, kafedə oturmağımız, vaxt keçirməyimiz və s. ikinci dərəcəli xərclər olduğu üçün bu planı qurduğumuz zaman artıq bizdə rahatlıq olacaq, həm psixoloji cəhətdən rahatlıq olacaq, həmçinin tələbələr qənaət etməyə çalışın. Az-az da olsa pul yığma vərdişinizi formalaşdırın deyə düşünürəm. Bununla yanaşı işləmək də düşünə bilərsiniz. Əgər sizin dərsinizə mane olmursa, yarım ştat işləyə bilər və yaxud da ki, onlayn iş formalarına axtarış edə bilərsiniz deyə düşünürəm. Məsələn, mən təqaüd aldığım zaman universitet müəllimlərimin, xüsusilə də ingilis müəllimi vardı, Sevər müəllim. O mənə məsləhətlər verirdi ki, həm təqaüdünü düzgün yerlərə xərclə, kitablarını xərcləsən daha yaxşı olar. Çünki ən böyük qazanc məncə kitablar əldə etmək ola bilər. Həmçinin də ki, o pulu az da olsa yığsanız daha yüksək nəticələr əldə edə bilərsiniz. Tənbəllik edib dərsləri buraxmamaqdır deyir mövzumuz. Bəzi tələbələr dərslərin vacibliyini dərk etmir və tənbəllik edərək dərsləri buraxır və bu artıq gələcəkdə vərdiş halını alır. Əvvəllər sadəcə bu dərsə getməyim kifayətdir deyə başladığı yanaşma daha sonra təhsildən geri qalmağa, biliklər boşluğuna və universitet bitdikdə isə təbii ki, peşmanlığa səbəb olacaq. Unutmayın, tənbəllik keçicidir, amma sizə verilən fürsətlər geri qayıtmır. Dərsləri buraxmaq asan görünə bilər, amma bu universitet həyatı bitdikdən sonra bilik boşluğuna səbəb olduğu üçün artıq siz peşman olacaqsınız. Və bu da
zamanında məsuliyyətli yanaşmaq əsas vacib məsələlərdən biridir deyə düşünürəm. Sağlamlığı unutmaqdır digər mövzumuz. Tələbəlik illəri çox vaxt imtahanlarla, dərslərlə və digər sosial fəaliyyətlərlə dolu olur ki, bu gərgin tempdə artıq insan öz sağlamlığını ikinci plana atır. Gec saatlara qədər yatmamaq, düzgün qidalanmamaq, idmanla məşğul olmamaq və uzun müddət stres altında qalmaq təbii ki, bizim sağlamlığımız üçün ciddi risklər göstərir. Tələbələr yadda saxlayın, uğurlu təhsil yalnız sağlam bədəndə başlayır və öz sağlamlığın sənin ən vacib sərmayəndir. Gələcəyin üçünsə indi ona qayğı göstərməyə başla. Sonuncu və ən əsası isə özünü yetişdirməməkdir deyə düşünürəm. Təkcə dərslərə fokuslanmaq tələbəlik illərində yetərli deyil. Unutma, universitet bilik verir, özünü inkişaf isə səni uğura aparır. Əziz tələbələr, videonun əvvəlində qeyd etdiyim kimi bu video hədiyyəli videodur. Şərtlər isə çox sadədir. Şərh bölməsinə hər hansı bir cümlə, məsələn motivasiya cümləsi ola bilər, yazırsınız. Ən çox like alan, yəni bəyəni alan yorumun sahibi. Onu sıfırdan başlayın. Əziz tələbələr, videonun əvvəlində dediyim kimi bu video hədiyyəli videodur. Şərtlər isə çox sadədir. Videonun şərh bölməsinə hər hansı bir cümlə və yaxud da motivasiya cümləsi yazırsınız. Ən çox bəyəni, like alan yorum, yəni şərhin sahibi qalib seçiləcək. Son tarix isə 15 iyuldur. Hədiyyə isə bədii kitab olacaq uşaqlar. Hər birinizə uğurlar arzu edirəm. Ümid edirəm ki, hər biriniz universitet sevincini yaşayarsınız. Hər birinizə uğurlar. İnşallah istədiyiniz ixtisasa daxil olarsınız. Sağ olun. Videonu izləyən 2 nəfərə idi, 1 nəfər idi. Videonu izləyən 1 nəfərə hədiyyə olunacaq. Videonun hədiyyən siz orada qalsınız, benim qarşı. Həndəki nə? Oranı kəsərsiniz. Fürsətlər geri qaytar silərsən. Sağlamlığı unutmaq. Çünki nə idi? İnsan sağlamlığıdır deyə. Bunu təzən deyim. O cümlə bir daha al. Axırıncı nə yaşamamışam? Olmaz ki, bunu deyim. Olar.